psixoloq olaraq bir işə başlayan insanlara, xüsusən sosialda uğur qazanmaq istəyən insanlara da belə bir məsləhət vermək olar ki, nəinki sosialda, həyatda, işdə, hətta şəxsi həyatda belə uğur qazanmaq üçün bir işi sistemli görmək lazımdır. Bəzən məsələn bizdə tələbələr deyir ki, biz sosial şəbəkəni işlətdik, amma uğur qazanmadıq. Sosial şəbəkənin özü belə sistemliliyi xoşlayır. Düzdür, bunu indi bu sahənin adamları daha yaxşı bilər. Orada alqoritmdir, nə bilim, baxışdır. Amma psixoloq kimi bir işi dayanmadan, gündəlik, stabil, lazımlı şəkildə eləsələr, İstər-istəməz sosial şəbəkədə də artıq birinci öz kütlələrini yığarlar. Öz kütlələrini yığandan sonra hətta sosial şəbəkənin belə bir özəlliyi var ki, sən illərlə orada yaxşı bir danış, amma bir dənə sənin hansısa cümlən ya viral ola bilir, ya trend hətta ola bilir ki, hər kəs paylaşır və s. Yəni ona görə də bugün birinci sosial şəbəkədə uğur qazanmaq istəyənlərə məsləhətimiz odur ki, mütləq şəkildə sistemli olsunlar. Yəni mən bir gün izləyicilərimə nəsə paylaşacağam, təqdim edəcəm, amma 10 gün təqdim etməyəcəmsə, orada artıq uğur əldə etməyin bir nəticəsi olmayacaq.